Düz bucaqlı, üç bucaqda, düz bucaq təpəsindən hipotenozu endirilmiş hündürlük hipotenozu 9 sm və 16 sm-li uzunluqlu iki hissəyə ayırır. Üç bucağın sahəsini tapın. Burada hündürlüyün özünü tapmaq üçün düz bucağın, yəni hündürlüyün kvadratı katetlərin proyeksiyaları hasilinə bərabərdir. Yəni bu bir proyeksiyadır, bu da digər proyeksiyadır. 9 vurulsun 16. Buradan da kök alsaq hər tərəfdən alarıq ki, h bərabərdir 3 vurulsun 4, yəni 12. Bizdən sahə tələb olunur. Sahə S3 bucaq bərabərdir 2də 1 tərəf və ona çəkilən hündürlük olduğu üçün bizim misalda da tərəf hipotenuzdur. C vurulsun h, C da bərabər olacaq. 2də 1 hipotenuz 9 plus 16, yəni 25-ə bərabərdir. Vur 25 vurulsun, hündürlükdə 12-dir. 12-ni 2-yə bölsək 6, 6-nı 25-ə vurduqda 150 alarıq.